Səmimi söhbətlər verilişinin növbəti sayında xoş gördük sizi. Qonağımı sizə təqdim edirəm. Rafiq Rəhimov. Çox sağ olun. Tanınmış şahmatçı, pedaqoq və bir çox titulların sahibi. Rafiq müəllim, zəhmət olmasa qısa izləyicilərimizə özünüz haqqında məlumat verin. Birinci, bu çəkilişə görə sizə öz minnətdarlığımı bildirirəm. Çünki bu çəkilişlərin böyük əhəmiyyəti var. Bu çəkilişlərin böyük əhəmiyyəti var. O cümlədən də ən əsası bugünkü gün üçün. Bugünkü gün bizim görüşümüz çox bir əhəmiyyətli gündür. Tarixi gündür. Əvvəl İradə xanımın sualına cavab olaraq özüm haqqında məlumat vermək istəyirəm. Yəni, birbaşa başlamaq istəyirəm pedaqoji fəaliyyətim haqqında. Pedaqoji fəaliyyəti mən başlamışam 1984-cü ildə Buzona qəsəbəsində yerləşən 55 nömrəli texniki peşə məktəbində usta vəzifəsində, yəni istehsalat təlimi ustası vəzifəsində. Bir müddət orada işləyəndən sonra 1990-cı ildə Nizami rayonunda yerləşən 19 nömrəli texniki peşə məktəbinə ixtisas müəllimi kimi qəbul edilmişəm. Həmin texniki peşə məktəbində mən həm Rus bölməsində, həm Azərbaycan bölməsində ixtisas fənlərini tədris etmişəm. Hansı ixtisas fənlərini? Elektrotexnika, avtomatika, xüsusi texnologiya və başqalarını. 91-ci ildə həmin texniki peşə məktəbinə mən deməli tədris və istehsalat işləri üzrə direktor müavini təyin edilmişəm 91-ci ildə. Və bu fəaliyyəti 96-cı ilə qədər orada davam etdirmişəm. 96-cı ildə mənə təklif olundu Xəzər rayonunda texniki yaradıcılıq mərkəzinə tədris işləri üzrə direktor vəzifəsi. Və mən onu qəbul etdim və mən orada özümü çox yaxşı, öz bacarığımı orada yaxşı nümayiş etdirə bildim. Çünki mənim orada işləməyimin nəticəsi olaraq bizim rayonda texniki sahədə bir çox şagirdlərimiz öz bacarıqlarını göstərməyə imkan tapdı, şərait yaratdım onlar üçün. Həm mərkəzin özündə, həm də ümumi təhsil məktəblərində. Bir müddət keçdikdən sonra mən ümumi təhsil məktəblərində dərs demək o vaxt imkanım yox idi. Texniki təhsilim var idi, texniki institut qurtarmışdı və 2000-2001-ci ildə müəllimlər institutuna qəbul olunaraq riyaziyyat, informatika, ixtisası üzrə müəllimlik peşəsinə yiyələndi. Özü də fəxrlənmə diplomu ilə. Və 2001-ci ildə mənim ümumi təhsil məktəblərində müəllimlik fəaliyyətim başlandı və həmin məktəblərdə fizika, riyaziyyat fənlərini tədris etdim. Eyni zamanda həmin məktəblərdə bacarıqlı istedadlı şagirdlərin seçimi ilə də məşğul oldum. Həmin şagirdlər deməli müsabiqələrdə, yarışlarda öz bacarıqlarını fəxri diplomlar almaqla Təhsil Nazirliyi tərəfindən, Mədəniyyət Nazirliyi tərəfindən almaqla özlərini göstərdilər. 2017-ci ildən yaradıcılıq mərkəzlərinin birləşməsi prosesi başlandı və bizim yaradıcılıq mərkəzi bir neçə yaradıcılıq mərkəzi ilə birləşərək İnkişaf Mərkəzi adlanan quruma çevrildi. Və mən həmin qurumda, yəni 8 nömrəli İnkişaf Mərkəzində şöbə müdiri vəzifəsinə təyin edildim. Bundan başqa 2004-cü, 2007-ci illərdə mən Respublika Şahmat Məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişəm. Bu da ki, Respublika Şahmat Məktəbi bizim Bakı şəhərinin ən qabaqcıl şahmat məktəblərindən biri idi. Ora bütün Respublikanın şahmatçılarının bir növü görüş yeri idi. Orada mən bir neçə bizim məktəbimizdə şahmatçı qrasmesterlərlə tanış oldum və orada həm də özümdə təşkilatçı idim, direktor müavini idim və beləliklə müəyyən qədər Respublikamızda şahmatçıların yetişməsində mənim müəyyən qədər
fəaliyyətim oldu. Mən elə kifayətdir özüm haqqında bu qədər. Rafiq müəllim, o qədər maraqlı həyat hekayəniz var ki, çox maraqlı həyat hekayəniz var. Təhsildə, elmdə, şahmatda, savadlı kadrların yetişdirilməsində. Yəni bu işləri siz necə bacarmısınız, necə çatdıra bilmisiniz, hansı eyni vaxtda? Bəli, çox. Bilirsiniz, mənə elə bir həyat verilib ki, o həyatı mən ancaq cəmiyyətə sərf etmişəm. Cəmiyyətin elminə, yəni respublikamızın elminə sərf etmişəm və indi də o enerji də tükənməzdir. Yəni verdiyin enerji yenidən sənə qayıdırsan, yenidən o enerjini uşaqlara ötürürsən, şagirdlərə ötürürsən və beləliklə də insanın yorulmazlığı ondan ibarətdir ki, o öz peşəsini sevirsə, onda bir növ yorulmaz hisslər oyanır. Texniki peşə sahəsində neçə il fəaliyyət göstərmişsiniz? Texniki peşə sahəsində mən qeyd elədim 1984-cü ildən 2001-ci ilə qədər. Amma hələ də uşaq gənclik, uşaqlarla bağlı, gənclərlə bağlı, yaradıcı işlərlə bağlı yenə fəaliyyətimiz var. Hal-hazırda yenə də o fəaliyyəti mən davam elətdirirəm. Necə davam elətdirirəm? Deməli, yenə mənim ki, əvvəldən ki, o məktəblərlə sıx əlaqəm olubdur. Həmin məktəblərdə mən görüşlər təşkil edirəm, məni görüşlərə dəvət edirlər, mənim orada çıxışlarım olur. Eyni zamanda da orada hansı ki, o şagirdlər mənə diqqətlə qulaq asır, sonra onların seçilməsində artıq müəyyən qədər şərait yaranır ki, o bacarıqlı şagirdləri mən ortaya çıxarım. Cəmiyyətə tanıtdırırsınız. Cəmiyyətə təqdim edim. Çox maraqlıdır. Rafiq müəllimin bir qədər də gəlin yaradıcı tərəflərinə yanaşaq. Tezislər, müxtəlif dövlətçiliklə bağlı maşallah baxırıq 20 illik tarixin zəfər dastanı, milli qürurumuzun zəfəri, eləcə də bir çox sayda kitablarda məqalələrlə çıxışlar eləmişsiniz. Mediada, mətbuatda, kütləvi informasiya vasitələrində sizin geniş çıxışlarınızı görürsünüz. Yəni bu qədər işləri necə çatdırırsınız? Eyni zamanda da deyim ki, bizim görüşümüz çox gözəl bir həftəyə təsadüf edibdir. Azərbaycan böyük zəfər çaldı. Bu həftə ölkəmizdə 8 noyabr zəfər günü təntənəli şəkildə qeyd olunacaq. Bütün xalqımızı təbrik eləyirəm mən də. Rafiq müəllimin fikirləri zəfərlə bağlı. Birinci sizin sualınıza cavab olaraq onu deyim ki, mən yaradıcılıq işlərindən də məşğul oluram. Hal-hazırda mən fizikanın tədrisi ilə bağlı dərs vəsaiti hazırlayıram. Yarım keçicilər mövzusular haqqında. Şahmatla bağlı isə, şahmatla bağlı bizim Azərbaycan şahmatçılarının həyatı haqqında kitab üzərində işləyirəm. Yəni, hər ikisi maraqlı olacaq. Allah qoysa o kitabların yəqin ki, təqdimatında siz iştirak edəcəksiniz. İnşallah. Bu birinci. İkinci də o ki, qaldı ki, bizim Zəfər bayramımız haqqında. Doğrudan da bu elə bir tarixi qələbədir ki, o həmişə daimi qeyd olunacaqdır. Yüksək səviyyədə qeyd olunacaqdır. Birinci ondan başlayayım ki, deməli, 44 günlük müharibə bizim ən böyük qələbəmizdir tarixdə, 45 günlük müharibə. Biz həm torpaqlarımızı işğaldan azad etmişik, həm də həmin ərazilərdə öz suveren hüquqlarımızı təmin etmişik, həm də bilirsiniz ki, artıq beynəlxalq aləmində respublikamızın nüfuzu bu qələbədən sonra xeyli dəyişmişdir, yaxşılığa doğru. Baxmayaraq ki, biz bu müharibəni bizim Azərbaycan xalqı sülhsevər xalqdır. Heç vaxt müharibə olmasını istəməmiş. Hətta mən sizə xatırladım ki, bizim ali baş komandanımız Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, biz müharibə yolu istəmirik. Məsələnin müharibə yolu ilə həllini istəmirik. Ancaq lazım gələrsə, biz onu hərbi yolla öz ərazilərimizi qaytarmaq imkanı var. Və 44 günlük müharibə də bu sözlərin həqiqətə çevrilməsini zəruri etdi. Beləliklə, torpaqlarımız işğaldan azad olundu. Baxmayaraq ki, bu müharibədə bizim şəhidlərimiz oldu. Ona görə də biz sülh tərəfdarıyıq ki, biz şəhid olmasını istəmirik. Ancaq nə edək ki,
müharibənin olması, hərbi yolda seçilməsi artıq tarixi zərurət idi. Və burada biz qələbə saldıq və bu qələbədən sonra artıq 30 il torpaq həsrəti ilə yaşayan deməli xalqımız, bəli, qaçqınlarımız, 1 milyondan çox qaçqınlarımız öz doğma torpaqlarına qayıtdılar və indi də qayıtmaqda davam edirlər. Həmin o işğal olmuş torpaqlarda artıq bilirsiniz ki, bütün şəraitlər yaranır, onlar üçün dövlət tərəfindən yüksək səviyyədə vəsait ayrılıbdır və tezliklə yəqin ki, bütün torpaqlarımızda, bütün qaçqınlarımız həmin torpaqlara qayıdılmış hesab ediləcəkdir. Onlar üçün bütün təminat yaradılmışdır. Rəfəm, bir sualım var. Hazırda biz Mərdəkan Mədəniyyət Sarayındayıq. Tarixi abidəmizdir deyək də, Mərdəkan Mədəniyyət Sarayı. Və siz tez-tez gəlirsiniz Mərdəkan Mədəniyyət Sarayında olursunuz. Burada çalışan əməkdaşların hər birini ayrı-ayrılıqla tanıyırsınız, onların uğurlarına çox sevinirsiniz. Sizin də bir payınız var. Zəfər günü ilə bağlı, yəni burada hər hansı bir rəsm sərgiləri, sonra rəssamların nailiyyətləri deyək də, bu yöndə siz nə deyə bilərsiniz? Bəli, bizim Mədəniyyət Sarayında tədbirlər mərkəzidir, bizim rayonun tədbirlər mərkəzidir. Siz özünüzə bir neçə dəfə bu Mədəniyyət Sarayında olmuşsunuz, çox aktiv iş gedir. Deməli, bizim rəssamlarımızın, hal-hazırda Elnara xanımın, hansı ki, Respublikada tanınmış rəssamdır, onun bu günlərin əl işləri, Zəfər gününə həsr olmuş əl işləri nümayiş etdiriləcəkdir. Və mən də çalışıram onların bütün tədbirlərində köməkli göstərəm, həm də fəal iştirak edəm. Buyurun, bizi tanış eləyərsiniz, yəqin ki, əsərlər. İndi biz Elnara müəllimənin rəssamımız, onun deməli, Zəfər gününə həsr olunmuş rəsm işləri tanış olaq. Buyurun. Salam Elnara xanım. Zəhmət olmasa qısa özünüz haqqında məlumat verin. Mən İskəndərova Elnara Ülbət qızı, Mərdəkan Mədəniyyət Sarayının müəlliməsiyəm. 25 ildir şagird hazırlayıram, dərs deyirəm və Azərbaycanı təmsil edirəm. Həm ölkədən artıq kənar təmsil edirəm, həm də Azərbaycanda təmsil edirəm. Biz hazırda qarşısında dayandığımız bu tablo haqqında nə danışa bilərsiniz qısaca? Bu tablo Qərbi Azərbaycanlıdır. Mən tam Qərbi Azərbaycanlıdır. Öz uşaqlıq xatirəmə vermişəm burada. Orada olan lalələr və körpü, su, dağlar. Sözün düzü, atam şair olduğuna görə hər zaman Saral həsrətində, Qərbi Azərbaycan həsrətində həmişə şeirlər səsləndirirdi, özü də yazırdı. O da Saral kəndidir. Bəli, bəli. Bir keçirik oraya, belə yavaş. Buyurun, bu əsər haqqında. Bu Qarabağ mövzusudur. Qarabağ mənzərəsidir. Bu da Qərbi Azərbaycanda Atamgilin qapısını əks etdirmişəm. Üstündə də günəş əks etdirmişəm ki, yolumuz inşallah, yollar da çəkmişəm ki, yolumuz orada. Çox maraqlıdır. Yəni bu yol bizi Qərbi Azərbaycana aparır. Bəli, bu yollar Qərbi Azərbaycana Günəşdə parlayır. Bu rəsmi siz fantaziyanızda yaradırsınız, yəni bəli, uşaqlıq xatirələrim var orada. Siz xatırlayırsınız. Bəli. İnşallah o gün olar ki, gedib Qərbi Azərbaycanın özündə çəkərsiniz bu rəsmi. İnşallah. Elnara xanım, zəhmət olmasa bu rəsm haqqında danışasınız. Bu Şuşa mənzərəsidir və Qarabağ atlarıdır. Neçənci il çəkmişsiniz? Müharibə gedən müddətdə sərgilərimiz olurdu, o müddətdə çəkmişəm. Yəni bir rəsmi nə qədər vaxtda çəkib bitirirsiniz? O rəsmin üzərində 2 dəfə yarım saat işləmişəm. 2 dəfə yarım saat? Fərqli, 2 dəfə yarım saat. Və rəsmdə hansı arzularınızı çatdırmaq istəyirsiniz xanım? Yəni orada Şuşanı göstərmişsiniz.
Şuşa qalasıdır. Bəli. Şuşa alınmamış idi hələ. Tam alınmamışdı. O fikirlə çəkmişdim ki, inşallah orada Cıdır düzündə bizim atlar, Qarabağ atlarının rəqsi və s. Bu rəsmlə bağlı nə danışa bilərsiniz? Bu rəsm etuddur. Demək, Türkiyə-Azərbaycan hərbi hissə tərəfindən bizi göndərmişdilər. Orada baxıb çəkmişik və sərgidə olunmuşdu. Keçək növbəti rəsmə. Bu rəsm. Qarşısında dayandığımız rəsm. Bu neftlə çəkilir. Yarı neftdir, yarı yağlı boyada. İki neft işçilərini çəkmişəm. Neftçilərin həyatının bir günüdür də. Bəli, bəli. Zəhmət çəkdikləri bir gündür. Çox gözəl. Keçirik gözəl bir mənzərənin qarşısına. Bu da Qarabağ mənzərəsi.